Göyçayda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ 2106 markalı avtomobilin sürücüsü əvvəlcə Kia markalı avtomobillə toqquşub. Daha sonra isə yaxınlıqdakı Yuxarı Şirvan kanalına düşüb. Nəticədə avtomobildə olan sürücü 84 yaşlı Osmanov Ağalar Şamiloğlu kanalda batıb. Dərhal hadisə yerinə rayon hüquq mühafizə orqanı əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin kiçik gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc axtarış qrupunun əməkdaşları cəlb olunub. Onun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Bu hadisə ilə bağlı yaxın qardaş da dostumdur, özüm kimi insandır. Yəni rayon kənddən gəlirdik, Murti kəndindən gəlirdik. Mən arxada evakuatorla gəlirdim. O da mənim qarşımda gəlirdi. Yəni sürət həddi olmayıb, çox sürət həddi az olub. Öz getdiyi yolda o yaşlı adam olub gələn. 06 göy 06-dır. Gəldiyi yerdə vurub maşını. Bizim maşını sağ tərəfdən, sol tərəfindən vurub gəlib düşüb kanala. Kanala düşüb. Bu kanala düşəndə yəni belə deyək, onun yanında adam olmağı yalandan gələn bilinmir. Yaşlı adamdır, 88 yaşı var. Bir də hal-hazırda axtarışlar davam edir. Biz yəni xəsarət alan eləyən yoxdur. Bizim maşınlara yəni belə salamatçılıqdır. Bu səbəbdən odur ki, axtarışlar davam edir. İnşallah ki, yaxşı olar. Sən öz maşını bildin? Mən özüm qıraq maşındaydım, evakuator dedim. O isə o maşında, öz maşında. Gördün də necə? Bəli, gözümün qabağında oldu, bəli, hadisəni görmüşəm. İndi hal-hazırda Hal-hazırda axtarışlar davam edir, bəli, sudadır, çıxartmayıblar. Amma 100% ki, vəfat edib, yəni rəhmətə görə. Yəni 1 saatdan çoxdur ki, suyun içindədir. Hazırda faktla bağlı araşdırma aparılır. Aqil Əsədov, İranə Novruzzadə, Gün TV.